Yenə də Xoşqədəm xanım gündəm olub. Niyə görə? Sən axtaran verilişinə bir qadın gəlib. Düzdür, onu göstərmədilər simasını. Arxası idi kameraya və açıqlama verdi ki, bir müğənni mənim ailəmi dağıdıb. Və Xoşqədəm xanım da maraqlandı ki, bu xanım kimdir, adını deyin. O da dedi ki, müğənni Mətanət xanımdır. Hamı, mən özüm belə fikir verdim də, orada hamı yazır. Bu hansı mətanətdir? Təbii ki, bizdə musiqidə, show biznesdə olan mətanətlərin adlarını, soyadlarını oraya yazdılar. Mən inanmıram ki, orada bax tutan yazıblar Mətanət Əsədova, Mətanət İskəndərli, Mətanət Əbdülova, çoxdur da bizdə Mətanət. Əzizlərim, bax niyə görə biz həmən düşünürük ki, məhz o müğənnilər ola bilər. Bilirsiniz, o qədər oxuyan Mətanət müğənnilər var. O qədər də çoxdular ki, indi xanım sadəcə onlar deyir ki, bir müğənni adı Mətanətdir. Niyə həmən yazırsınız Mətanət İskəndərli, Mətanət Əbdülova, Mətanət Əsədova, Mətanət nə bilim digərləri? Mən düşünürəm ki, onların heç birisi deyil. Sadəcə sıra oxuyanlardan bir müğənnidir. O da ova çıxıb, bu qadını, ərini ovlayıb, o onun ovu olub, ondan istifadə eləyir. Məndən bu qədər. Sara Səfra Bahadurdan. Ürəyinizə pis nələrsə gətirməyin həmən. Yaxşı?